değerli bir ekspertimizin, çıxış yolunun ekspertinin bir uğurudur. Bu uğur haqqında sizə danışmaq istəyirəm. Aydın müəllim, xəbəriniz var İsmail müəllimlə? Dostunuzdan xəbəriniz var. İsmail müəllim, necə deyərlər, dınarası qan eləyir, özü də xaricdə. Bəli, İsmail müəllim bizim çıxış yolunun daimi eksperti. Bu günlərdə bilirsiniz, mən sizin diqqətinizə çatdırmışdım ki, o qardaş Türkiyədədir. Türkiyə Respublikası Ədalət Məhkəməsində Arahidi.az İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmail Zalov hüquq sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə medal və təltifnamə ilə mükafatlandırılıb. Təltif, hüquq üzrə professor, Türkiyə və Avropa İnsan Haqları Müdafiəçisi, tanınmış hüquqşünas və fəxri hakim Mustafa Kıyıq tərəfindən təqdim olunub. İsmail Zalov çıxışında qeyd edib ki, Azərbaycan dövləti hüquqi və demokratik dövlətdir, məhkəmələr ədalətli qərarlar qəbul edir və məhkəmə sistemi şəffaf fəaliyyət göstərir. O, həmçinin Azərbaycanın hüquq mühafizə orqanlarının yüksək səviyyədə fəaliyyət göstərdiyini və vətəndaşlara şərəflə xidmət etdiyini diqqətə çatdırıb. Təltiflə bağlı və medalla bağlı İsmail müəllimi, bizim çıxış yolunun daimi ekspertini ürəkdən təbrik edirik. Yolunuz hər zaman açıq olsun, uğurlarınız bol olsun. Mən elə bildim ki, o medalı mən özüm aldım. Axarlı olsun. İsmail bəyi biz də təbrik edirik və doğrudan da onun Avropa İnsan Hüquqları Məhkəməsində, Avropa Parlamentində, Avropa Şurasında, eyni zamanda qardaş Türkiyə və əsasən də Şərq ölkələrində apardığı, Avropa ölkələrində apardığı iş məncə Azərbaycan həqiqətini və Azərbaycan səsinin xaricdə dünyada tanınmasına xidmət edir. Ona görə də o haqq edir və biz də təbrik edirik. Axarlı olsun, bundan da başqa digər böyük mükafatlar alsın. İstanbulda da aldı, bu da İzmir'də aldı. İstanbulda da İzmir'də. Bəli, gəlsin qonaqlığını versin, onu da təbrik edək. Yox, boş-boşuna nə təbrik? Səbirsizliklə gözləyirik. Anar müəllimlə şərikəm bu məsələdə. Bəli. Onun müəllimin simasında bütün Azərbaycanın hüquq mühafizə orqanlarının, məhkəmə sisteminin ürəkdən təbrik edirəm. Onların apardığı məqsəd yönlü işdə bir daha onlara can sağlığı və haqq ədalət naminə əllərindən gələni əsirgəməmək lazımdır. Təşəkkür edirəm. Minnətdaram. Mən də sizin fikirlərinizə qoşuluram.